təqvalı olun. Yec'allekum furqanan. Furqan verərəm sizə. Furqan nədir? Fərq qoya bilərsiniz. Haqqı batildən ayırarsınız. Səhvi düzü anlayarsınız. Xeyri şərdən seçərsiniz. Gözün açılar. Gözün açılar. Yukəffirənkum seyyiatikum. Silərəm günahlarınızı. Və yəğfir ləkum. Bağışlayaram sizi. Axırına baxın. Vallahu zulfəzlil əzim. Mən zulfəzləm ha. Allahu Ekber. Sanki mesaj nə verdi mənə? Sənə ki Furqan verirəm ha. Furqan nədir? Bəsirət, haqqı batildən ayırırsan ha. Haqqı batildən ayırmaq çox böyük lütfüdür ya. Dünya hara o hara. Dünya hara o hara. Sən düzlə səhvi görə bilirsən. Pislə yaxşını görə bilirsən. Sən haqqı batildən ayıra bilirsən. Səhvi düzdən ayıra bilirsən. Səndə bu baxış var və bu eynə ilə aləmə baxa bilirsən. Sənə zülfəzləm mən. İndi adam bu cürünə olandan sonra başa düşür ki, ay Allah, sən demə Allah məndən fəzli ilə davranır, mənim heç xəbərim yox imiş. Qurban olaram sənə. Sənin lütfün idi, mən bilməzdim. Sən elədin bunu. Sən başa saldın mənə. İnsan, bu ayə insana verdi, mesaj verdi ki, Furqanın yolu o addan keçir. O adla ünsiyyət çox qur. O addan. O adla ünsiyyət qurmağı dedim sizə. Ya'murukum bil adli vel ihsan. Ayənin əvvəli buyur. Ya eyyuhellezine amanu ittaqullah. Təqvavuz olsun gərək. Təqvavuz olsun ki, gərək niyəsiz bu yerlərə yetişəsiz.